Sosial şəbəkələrdə Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənovun 2018-ci ildə əmək funksiyasının kobul şəkildə pozduğuna görə işdən çıxarılan həkim Vüqar Səfərovu yenidən tibbi fəaliyyətə qaytarması ilə bağlı məlumatlar yayılıb. Qanunvericiliyə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndi ilə işdən çıxarılan şəxsin tibbi fəaliyyəti yalnız müvafiq ixtisas və diplom sertifikasiya və rəsmi əmək münasibətləri çərçivəsində həyata keçirilə bilər. Vüqar Səfərovun isə qanunsuz olaraq yenidən fəaliyyətə başladığı bildirilirdi. Məlumat paylaşılandan sonra Vüqar Səfərov bir xəbər media ilə əlaqə saxlayaraq haqqında deyilənləri şər böhtan xarakterli məlumatlar adlandırdı və diplom, sertifikat və müqavilələrinin fotosunu da kanalımıza göndərdi. Bu saytda verilən məlumatlar tamamilə yanlışdır. Çox xəbər saytından bunlar çıxarıldı. Mənim 2 dənə Səhiyyə Nazirliyindən sertifikatım var, diplomum var, iş yerindən konkret müqaviləm var, əmək müqaviləm var. Hər şey qanunudur, hər şey yoxlanılır, izah olunur, heç bir problem yoxdur. Çox saytlardan çıxardıblar. Bunu sadəcə bir şantajçı qadın var, pul tələb edir. Onu verməyəndə belə yalancı məlumatlar verir. Bu heç biri həqiqəti əks etdirmir.